Qarabağın əvəzedicilərinin baş məşqçisi Maksim Medvedev əlindən gələni edir ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov əsas komandaya yaxşı formada qayıtsınlar. Hər iki futbolçu əvəzedicilərdə artıq ilk oyununu keçiriblər və bu oyundan sonra Medvedev Azərsporta açıqlamasında ona əlavə etdi ki, futbolçular əsasən fiziki forma üzərində hazırlaşırlar və necə deyirlər, əlavə məşqlər də edirlər və hamı aydındır ki, əlbəttə əvəzedicilər ayrı, Qarabağın əsas heyəti ayrı. Amma hər iki futbolçu əsas heyətə qayıtmaq istəyir. Həmçinin də qabaqdan millinin təlim məşq toplanışı gəlir. Bunun üçün Medvedevin fikrincə futbolçular əlindən gələni edəcəklər ki, hər iki futbolçu iyun ayında San Marino və Malta ilə oyunlara qarşı necələr millinin heyətində yaxşı formada olsunlar. Əlbəttə ki, Cəfərquliyev millinin əsas futbolçularındandır və onun qüvvəsi, bacarığı bizim milliyə çox vacibdir. Həmçində komandaya lazımdır və bu hazırlaşma, bu məşqlər onu göstərir ki, çox güman ki, Cəfərquliyevi əfv edəcəklər və o inanılmır ki, hansısa bir başqa kluba keçsin. Onun transferi gözlənilmir. Hərçənd ki, son anda hər şey ola bilər. Necə deyirlər, gözləyək, görək futbolçular qayıdandan sonra Qurban Qurbanov nə qərar verəcək?